Portakallar yaxşıdır. Orada isə pisdir. Bunu örtürəm ki, qara toyuq bunu eşələyir. Bunu qabda əkmişəm mən ki, Allah qoysa payızda qabdan çıxardım. Yəni itməsin. Səliqəli bir yeri əkim. O qara toyuqdan qoruyuram bunları. Дальневосточный кедр. Bax bu. Дальневосток yəni. Дальневосточный kedirdir. Heç bu da bitməyib. Bastırım bəlkə bitər. Bunlar 2 illikdir. Amma yeni cücərmiş ola bilər. Bu isə bu liquidambar. Türkiyədə saqqız ağacı deyirlər buna. Liquidambar. Bunlar isə livanski kedirlərdir. Burada isə sekvoya və metasekvoya. Bu da nanədir. Düzdür, nanəni də bu Veronika persis. Dəmravotu. Dəmravotu çiçək açır. İndi hər yer dəmravotu olacaq. Ağcaqayının yarpaqlarına baxın, nə fərqli. Bu belə. Aha. Bir nəsə bir cücü də var burada oturub üstündə. Belə platanalistni. Все-таки ağcaqayın даже belə. Hamısı ağcaqayındır. Şabalıt açıb. Ad şabalıdır. Əsasında bu karagana. Görüm çiçəkləyəcəkmi? Ağcaqayınların yarpağına baxın. İndi həyətdə olan ağcaqayını çəkəcəm. Ucu çiçək açmaq istəyir. Çox gözəldir. Yarpız ağcaqayının içində gərək buna пересадка eləyəm. Bunun üçün dardır. Buzina drevovидный, bunda adı var. Bu meşələrdə bitir. Bunun 2 növü var. Rak xəstəliyin dərmanı bir var. Otfason buzina travalisный. Palıd ağacım во всей красе. Göyəm, cır göyəm, meşə göyəmi, xıda. Bu isə paratoniyam mənim, paratoniyam. Get-gedə çoxalır yarpağı. Palıd qaştanalistni. Palıdların yarpağının fərqinə baxın. Yenə meşədə gəzəndə adam fikir vermir. Amma belə əkəndə, bitirəndə baxırsan, bu yarpaq, baxın, bu yarpaq, necə də fərqlidir, necə də gözəldilər. Amma səhlab kimilər, abizyannik, yatırışnik, meymun səhlabı. Adı meymun səhlabıdır. Burada köhnə samavara, samavarın lüləsi. Əhmişəm bu. Ixeveriya, içeveriya, hoşum daş gülü deyirlər buna. Loru dildə onu əhmişəm. Çox gözəldir. Fotiniya, çox gözəl yarpaqları var. Bu da zirincdir. Zirincin bir növüdür.